Məndə toyuqların yerində pet yanır. Elə yumurtaşırlar nətər? Pet qalacı yumurtasınlar. İmam haq. Ha, öz evime peç koyamıram, onlara peç koyuyorum. Ağzında kırılacaklar, suyu alacaklar onları. Ne ağırlılar, sen de ağzından simiri yağır, ne ağırlılar, her gün kesip yiyirik. Ağzı o nəyə gerir ki onu kəsib yeyirsiniz? Elə geçeydi o büyük toyuqlardan da bunların dadı daha Ağzı o geçeydi. göyərsin bu kuş boyda olur, o nəyə çəksin, o yüzden kuşdur. Kuş boyda alır. Furkan o bu boydaydı, kesti bu kadar kaldı. Elə bir bildir Onun biri içinde. sizi görəndi. Ne? Onun biri sizi görəndi, onun bir dördüncünü kəsəsən ki o qarnı doya, adamı qarnı doya. Ağlın özüne gedibdi. Niye Furkan da yiyen adam olsun? Furkan kurdu var. Prosto koymuş köçelmeye. Furkan da yeğendi. Suratına bakanda bilir. Furkan yaman yiyor. Kurdu koymuş. Ben Bana kepene öyle kurdu var onun. Barama kurt değiller. Ondan. Bak. Bu bir horozdu. İndi ben sana göstereyim. Elə qəşəng pişirmişdim. Elə yedi, hamısını yedi kurtardı bak. Kaşlama. Bak. Kaşlamadı o. Elə qəşəng sulu. Ay Allah, qaşıqla elə yedi. Bir damcı bırakmadı içinde. Sen pişirirsen yemekleri. Qonşu qızı gəlir o bişirir. Yo, bir Ben pişiririm, Ben Furkan'dan ben ayrılır. pişiririm. Furkan'dan ayrılır evde. Ben koyaram o yemek pişirsin. Yok Ben olma. Kişi yemek pişirmez. Onu bildim. Ben Furkan'dan ayrılır evde. Heç nə gün ortaya kimi yatır, sonra durur gedir biraz güvercinləri uçurur. Gün oldu. Sonra Kim telefonla. yapmıştı? Ha. Ben toyuqların yerini kim temizleyir? Mən toyuqlar gedirəm səhər çıxarıram, amma yerlərini Furkan təmizləyir. Ha, kişi de o. Kişi temizler. Arabanız var, zibil arabanız. Nə? Zibil arabanız var, o toxları zaten zibil arabaya yığıb daşımır. O şeyi adı ilə demə də, hə var. Ha, onları yığıb daşıyır. Sonra dərman zad verirsən toyuqlarına, dərmanlı su ver mütləq. Quşlara verir, dərmən iynə vurur quşlara. Toyuğa da vur da bəlkə iynəsi. Vurmuruq biz. Yox, Furkan, cuma iynəsi mütləq vur ha. Xəstəlik düşər. Döşündən vurassan belə qaqa. Tükünü Ay, qaldırırsan, Furki. döşündən vurassan. Sən toyuqlara iynə vurursan, Yok. vurmur. Öləcəklər deyir. İlaç vururda. İlaç vurursan, İlaç verirəm, içirlər suda. ha, suda ilaç verirmiş. Sadəcə itələ vurdumuzda peyvənd. Toyuqların da peyvənd olmalıdır. Xəstəlik. Mən bilmirəm. Ha. Furki Nə bilir. yaxşı Furkan kətdə qalırdı, ıldırda qalır. Nə yaxşı hündüşka saxlamırsınız. Biz kənddə deyilik, biz şəhərin ortasındayıq. Mərkəzdəyik, sadəcə bizim bağçalı evimiz var. Ətrafımız dolu. Korpuslardır, biz də toyuq saxlayırıq. Korpuslardan da bizim bağçamızda toyuqlara baxırlar. Camaat bezifdir xoruzların səsindən. Qugli qugu. Mənə bax, yaxşı. Vallahi. Bəs onda söz deyəcəm, neçə sotdur həyətiniz? Böyükdür. Neçə dana? Bir 10 var. O qədər də deyil. Məndəki 10 sotdur. Səndəki böyükdür, biz o qədər deyil. Yaxşı da özümüzə yetir, evimiz içindədir, bostanımız Evin var, necə otaqlıdır? qabağında yer var. Evin neçə otaqlıdır? 2 yataq otağı, bir salon, kuxna ayrı, bir də hamam tualet. Evin içindədir. Hə, evin içindədir. İstipolunuz var, istipolunuz. İstipolumuz yoxdur. Bu bilirsən, Və bu ev hamamda çimən əzəldən düşmüşsünüz. İstipolunu düşmüşsünüz. üşürük, tez bornoz geyinirik, qaçırıq, gəlirik. Az yox, az mənim mamam istedi. Sizin son gidiyor, saatlarında üşüməyəsən. Onu götür. Fikirləşdik işte. Sən evini təzə tikibsən. Bu ev biz alanda köhnədən tikilmə evdir. Biz bu evi gözəlləşdirmişik. İstipol eləyə bilməmişik. O vaxtda bilirsən nə oldu? Bizim toya 2 ay qala tər-tələsik burayı zar-zor tapmışıq. Yazıq Furki əlindən gəldiyi qədər gözəlləşdirdi, amma çox köhnə ev idi. Hələ buna O yüzden çox pul aparır. Köhnə evi bəzəmək çox pul aparır uşaqlar. hə. Üzündən gözəlləşdirdi. İnşallah gələcəkdə villaza dalarıq da gələcəkdə.